Salam, axşamınız xeyir olsun, hörmətli tamaşaçılar. Xəzər xəbərin bugünü olan əsas buraxılışı ilə qarşınızdayıq. Rauf Vəliyev, Azərbaycan Xəzər Dəniz Gəmiçilik Qapalı Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri vəzifəsindən azad edilib. Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamı ilə Əfqan Cəlilov bu vəzifəyə təyin edilib. Əfqan Cəlilov 1978-ci ildə Bakıda anadan olub. 1995-2001-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində bakalavr və magistr təhsili alıb. O, 2002-2013-cü illərdə Milli Bankda və AG Bank Açıq Səhmdar Cəmiyyətində müxtəlif vəzifələrdə çalışıb. 2021-2023-cü illərdə Azərpoçt MMC-nin İdarə Heyətinin sədri olub. 2023-cü ilin oktyabrın 30-da RİN-in tabeliyində olan Dövlət Dəniz və Liman Agentliyinin İdarə Heyətinin sədr müavini vəzifəsinə təyin olunub. Prezidentin 2024-cü ildə imzaladığı sərəncamla Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdingi publik hüquqi şəxsin Müşahidə Şurasının üzvü təyin edilib. Bu təyinatədək Dövlət Dəniz və Liman Agentliyinin İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edib. Azərbaycana qarşı ikili standart tətbiq edən təşkilatlar ilk növbədə öz ölkələrində baş verən ədalətsizliklərə diqqət yetirməlidirlər. Hindistandakı etnik azlıqlara qarşı zorakılığı BMT və beynəlxalq təşkilatlara daşıyacaq. Bunu Hindistanda ziklərə və digər milli azlıqlara qarşı irqçilik və zorakılıq mövcud reallıqlar mövzusunda keçirilən beynəlxalq konfransda Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov deyib. Bildirilib ki, Bakı Təşəbbüs Qrupu bundan sonra da insan hüquqlarının qorunması istiqamətində fəaliyyətini davam etdirəcək. Etnik azlıqlara qarşı həyata keçirilən diskriminasiya siyasətləri əleyhinə mübarizəmizi davam etdirəcəyik. Bunu Bakıda, Hindistanda ziklərə və digər milli azlıqlara qarşı irqçilik və zorakılıq mövcud reallıqlar mövzusunda keçirilən konfransda Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov deyib. O bildirib ki, konfrans sadəcə simvolik məna daşımır. Burada ziklərə edilənlərə görə ədalət tələb olunur. Düşünürəm ki, Hindistan hökumətinin tətbiq etdiyi irqçilik və zorakılıq və bu diskriminasiya siyasəti dünya ictimaiyyətinə düzgün şəkildə çatdırılmalıdır və aidiyyəti beynəlxalq təşkilatlar ədalətli bir reaksiya verməlidir. Biz beynəlxalq qeyri-hökumət təşkilatı olaraq bu mövzunu BMT-də və BMT institutlarında və digər aidiyyəti beynəlxalq təşkilatların gündəliyinə daşıyacağıq. Biz yalnız kolonial və neokolonial siyasətlərə qarşı mübarizə aparmırıq. Yerli xalqların hüquqlarının qorunması üzrə və etnik azlıqlara qarşı törədilən cinayətlər, zorakılıq və diskriminasiya siyasətlərini ifşa edərək bütün beynəlxalq təşkilatların platformalarına daşıyırıq və gündəliklərinə artıq daşımışıq. Pəncab hökumətinin insan haqları və azlıqlarının məsələləri naziri Ramesh Singh Arora bildirib ki, Hindistanın konstitusiyasında ziklərin kimliyi silinib. Son dövrdə Hindistanda baş verən hadisələrə nəzər salsaq, mənzərə olduqca narahat edicidir. Bu gün müsəlmanlar əziyyət çəkir. İstər Kəşmir müsəlmanları, istərsə də Qucarat müsəlmanları. Xristiyanlar da eyni vəziyyətdədir. Son Milad bayramı ərəfəsində Hindistanda 700-dən çox hadisə qeydə alınıb ki, bu zaman xristiyan icmasına öz dini ayinlərini sərbəst şəkildə icra etməyə icazə verilməyib. Hindistanın müstəmləkə dövründən qalma idarəçilik irsi bugün də təsir göstərdiyi dini və etnik azlıqların, xristiyanlar, müsəlmanlar, dalitlər, ziklər və digər qrupların gələcəyi üçün narahatlıq doğurur. Milli azlıqlara qarşı yönəlmiş qanunsuz həbslər, məhkəməsiz edamlar, itkin düşmələr, qadınlara qarşı cinsi zorakılıq halları və mülki şəxslərə qarşı hücumlar müntəzəm yer alıb. Bu hallar 10 illiklər ərzində davam edən Hindistan dövlətinin azlıqlara qarşı sərt repressiya siyasətinin bir nümunəsidir. O da bildirilib ki, zik icması Hindistan hökumətindən 1980-1990-cı illərdə Pəncabda minlərlə məcburi yoxa çıxmış şəxsin taleyinin aydınlaşdırılması və günahkarların cəzalandırılmasını, qanunsuz həbs edilmiş zik fəallarının azadlığa buraxılması və onlara siyasi məhbus statusunun verilməsini tələb edir. Şəhla Poladova, Vüsal Hüseynov, Xəzər xəbər.
Xəzər xəbəri izləyirsiniz. Xəbər verdiyimiz kimi ötən gün paytaxtın Binəqədi rayonundakı keçmiş məcburi köçkünlərin məskunlaşdığı yataqxanaların birində yanğın baş verib. Yataqxanadakı bir neçə mənzil yanaraq yararsız hala düşüb. Mənzillərinə ciddi zərər dəyən sakinlər hələlik qonşuların evində gecələdiklərini deyirlər. Ötən gün paytaxtın Binəqədi rayonu Ağasadıq Geraybəyli küçəsində yerləşən keçmiş məcburi köçkünlərin yaşadığı universitet yataqxanasında yanğın olub. 30-a yaxın sakin təxliyə edilib. Yanğın baş verdiyi mərtəbələrdə otaqlar yararsız hala düşdüyündən keçmiş məcburi köçkünlər qonşuların evində gecələməli olublar. Yanıb da, qısa qapanmadan yanıb, ev eşik yaman gündədir. Hərəmiz bir tərəfə getdik. 6 baş ailə hərəmiz bir tərəfə yayındıq. Bəs ara köçürüləcəksiniz, bununla bağlı bugün məlumat? Yox, heç nə verməyiblər. Baxış keçirilir. Yox, hələ keçirmir. Maddi ziyan və yaxud kompensasiyana bağlı məlumat mı? Ancaq ki, Ağdam nümayəndələri gəldi, yanan əşyaları yazdı da ev pis gündədir. Hələ ki, nə bilim, Allah köməklər olsun. Ötən gün yanğın hadisəsi baş vermiş 5 mərtəbəli məcburi köçkünlərin məskunlaşdığı yataqxananın 2-ci mərtəbəsinin dəhlizindəyik. Diqqətinizə çatdırım ki, burada 108 keçmiş məcburi köçkün ailəsi məskunlaşıb və ötən gün baş vermiş güclü yanğın nəticəsində 2-ci mərtəbədə daxil olmaqla 3-cü, 4-cü, 5-ci mərtəbədəki mənzillər və mənzillərdəki əşyalar yanaraq yararsız hala düşüb. Yanğın nəticəsində binanın 2-ci, 3-cü, 4-cü və 5-ci mərtəbələrinin eyvanları və otaqları yanıb. Deməli, burada indi siz özünüz çəkiliş apardınız. 2-ci mərtəbə, 3, 4 və 5-ci mərtəbə. 3 otaq tam yararsız vəziyyətə düşüb, tam yararsız. Digərləri də orada müəyyən, belə deyək də, faizlər var da, 50%. Bəli, 50% var, 80% var. Neçə ailə ev sizdə hazırda? Hal-hazırda deməli 12 ailədir o evləri yananlar və bir də birinci mərtəbədə yəni evi su basıb. Elşən Əkbərzadə qeyd edib ki, aidiyyatı qurumlar binaya baxış keçirib. Qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsindən Xəzər xəbərə bildirildi ki, yanğın nəticəsində 13 ailəyə ziyan dəyib. Hadisə nəticəsində xəsarət alan olmayıb. Zərər çəkmiş ailələrlə bağlı müvafiq tədbirlər həyata keçirilir. Yararsız hala düşmüş əşyaların siyahısı tərtib edilib və qiymətləndirilməsi məqsədi ilə Maliyyə Nazirliyinə müvafiq məktub göndərilib. Zərər görmüş yaşayış sahələrinin qısa müddətdə təmirinə başlanılacaq. Hazırda zərər çəkmiş ailələr müvəqqəti olaraq qohum evlərində yerləşiblər. Dövlət Komitəsi həmin ailələrin vəziyyətini diqqətdə saxlayır. Sevinç Vaqif qızı, Davud İbrahimov, Xəzər xəbər. Bakıda ölümlə nəticələnən yol qəzası baş verib, motosiklet yük maşınına çırpılıb. Motosikletin sürücüsü 23 yaşlı Rusiya vətəndaşı həyatını itirib. Hadisədə moped sürücüsünün sərnişini isə xəsarət alıb. Paytaxtda ağır qəza baş verib. 23 yaşlı Rusiya vətəndaşı Emil Ələkbərovun idarə etdiyi motosiklet Əli Yasanovun sürdüyü yük avtomobilinə çırpılıb. Bura Sabunçu rayonu Pirşağı qəsəbəsi Məhəmmədi dairəsinə gedən yoldur. Dünən saat 22 radələrində burada qəza baş verib. Motosiklet yük maşınına çırpılıb və qəza nəticəsində motosiklet sürücüsü 23 yaşlı gənc aldığı xəsarətlərdən elə hadisə yerindəcə həlak olub. Ərazidə yaşayanlar bu yolda dəfələrlə belə qəzaların baş verdiyini bildirdilər. Çox təhlükəlidir. Adi piyada keçidləri gedəndə piyadalara baxmırlar, sürürlər adam üstünə. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Rüstəm Əhmədli deyib ki, hadisədə moped sürücüsünün sərnişini də xəsarət alıb. Ötən gün paytaxtın Sabunçu rayonu Şürdəxan qəsəbəsində saat 22:20 radələrində Hyundai markalı yük avtomobili ilə Tufan markalı moped toqquşmuşdur. Hadisə zamanı mopedin sürücüsü 2003-cü il təvəllüdlü Ələkbərov Emil Elşənoğlu ölmüş, sərnişini 2007-ci il təvəllüdlü Məmmədov Həşim Dilqamoğlu xəsarət almışdır. Faktla bağlı Sabunçu rayon polis idarəsində araşdırma aparılır.
Hadisə ilə bağlı Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən bildirildi ki, dünən saat 22:30 radələrində Sabunçu rayonundan yol nəqliyyat hadisəsinin baş verməsi səbəbilə çağırış qeydə alınıb. Çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası cəlb olunub. Hadisə yerində xəsarət alan bir nəfərə zəruri tibbi xidmət göstərilib və bədənin müxtəlif dərəcəli xəsarətləri diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub. Aytən Fehruz Əliəkbərov, Xəzər xəbər. Xəzər xəbərin WhatsApp qaynar xəttinə müraciət edən bir qrup sakin illərdir sökülən evlərinin əvəzində yeni mənzil ala bilməmələrinə şikayətləniblər. Onlar iddia edirlər ki, evləri 5 il öncə sökülüb, yerində bina tikiləcəyi, həmin binada da evlə təmin olunacaqları deyilir. Amma iş 5 ildir bitmək bilmir. Üstəlik, kirayə pullarını almaqda da çətinlik çəkdiklərini deyirlər. Problemdə adı halından tikinti şirkətinin də məsələyə münasibəti var. 5 ildir binaları sökülüb. Yeni mənzillərlə təmin olunacaqları vədi verilsə də, hələ də evsiz qalıblar. Bu sakinlər East Residence MMC-dən şikayətçidirlər. Bildirirlər ki, illərdir onlarla bağlanılan müqavilənin şərtlərinə əməl olunmur. Qalmışıq küçələrdə, bunlar da ki, hərdən bir söz deyil. Bilinmir ki, bunların dərdi nədir? Bu boyda tikirlər, bayaq içəridə soruşuram, cavan uşaqdır, alıbdır, başqa yerdən gəlib, satırlar, öz keyflərini eləyirlər, bir cəmaat da qalıb küçədə. Bilmək olmur ki, bizim evlər nə vaxt veriləcək. Bir deyən yoxdur ki, eviniz nə vaxt veriləcək. Təzə binalar tikirlər də, versinlər cəmaatın evlərini də burada. Tikilən satılır, necə olur bilinmir. Sakinlər qalıb çöldə, amma baxırsan ki, satırlar, satış olub satıblar deyə orada. Ancaq satırlar. Sakinlər iddia edirlər ki, sökülən evlərinin yerində tikiləcək bina hazır olanadək onlara verilməli olan kirayə pullarının ödənişi ilə bağlı da problem yaşayırlar. Üstəlik, kirayə məbləği 5 il öncə 400 manat müəyyən edilsə də, hələ də artırılmayıb. 5-ci ilə keçib ki, bizi evlə təmin eləmirlər, kirayə pullarını gecikdirirlər, kirayə pullarını hər ay biz qırğın dava ilə alırıq. Nə vaxtında pulumuzu verirlər, pul da ki, o vaxt 5 il bundan qabaq 400 manat razılaşmışıq. 5 il keçib, indi harada 400-ə buralarda ev var ki? Qalmışıq, getmişik hərəmiz bir kəndə. Şikayətlərin iddiasına görə onlara mənzillərinin veriləcəyi yer də dəyişdirilib. Hansı ki, həmin ərazidə hələ söküntü işləri başlamayıb. Belə olan halda isə mənzillə təminatları da sual altına düşür. Hal-hazırda yaşayış olan bir binadır. Orada 4 mərtəbə binadır, orada da yaşayış edir. 7 dənə sakin var, hələ yaşayırlar, orada remont edirlər özləri üçün. Bizə deyirlər ki, oturun gözləyin oranı, ora haçan sökülər, ondan sonra biz oradan ev verərik. O da hələ bu günləri hələ sökülsə, 1-2 il çəkir. Bütün iddialarla bağlı üz tutduq East Residence MMC-nin ofisinə. Heç kimi tapa bilməsək də, daha sonra şirkətin sədr müavini Xanlar Ağayevlə telefon əlaqəsi saxladıq. O iddia etdi ki, evləri sökülən ailələrə kirayə pullarının ödənişi ilə bağlı sadəcə bir ay problem olub. Hazırda isə heç bir problem yaşanmır. O ki qaldı, sakinlərin hansı binadan və nə zaman evlə təminatlarına o bildirdi ki, narahatlığa ehtiyac yoxdur. Sakinlərə tikilməkdə olan B blokundan yaxın bir il ərzində mənzillər təqdim olunacaq. Ruzanna Kərimli, Nərmin Məmmədhəsənli, Cabbar Qaryağdıoğlu, Xəzər xəbər. Qanunsuz onlayn kazino oyunları təşkil edən 2 nəfər saxlanılıb. Həmin şəxslərin paytaxtın müxtəlif ərazilərində yerləşən mənzillərinə baxış zamanı elektron sübutlar, habelə qanunsuz kazino oyunlarında istifadə etdikləri bank kartları və mobil nömrələr aşkar olunaraq maddi sübut kimi götürülüb. Kiberpolisin keçirdiyi növbəti əməliyyat zamanı cinayət əməllərində şübhəli bilinən daha 2 nəfər, 35 yaşlı Ülvi Rızayev və 26 yaşlı Rıza Rızayev saxlanılıblar. Araşdırmalarla məlum olub ki, bu şəxslər xaricdən idarə olunan qanunsuz qumar oyunlarının keçirildiyi saytlarla cinayət əlaqəsinə girərək virtual kassalar yaradıblar. Daha sonra dəstə üzvləri sosial şəbəkələrdə Tokyo, Las Vegas, Tac, Joker və Padişah Kazino adlı profillərlə qeydiyyatdan keçərək onlarla əlaqə saxlayan şəxslərin pul müqabilində onlayn qumar oyunları oynamalarını təşkil ediblər. Onlayn kazino işlərlə məşğul olmuşam. Səhifəmin adı Tokyo Kazino və müştərilərə kart atmışam. Müştərilərə mədaxil eləyəndən sonra onlara kodlarını vermişəm. Onlayn WhatsApp idi. Pul atırdılar, onun əvəzindən də kod atırdıq. Saxlanılan şəxslərin paytaxtın müxtəlif ərazilərində yerləşən mənzillərinə baxış zamanı elektron sübutlar,
Habelə qanunsuz kazino oyunlarında istifadə etdikləri bank kartları və mobil nömrələr aşkarlanaraq maddi sübut kimi götürülüb. Bank kartlarından isə ayrı-ayrı şəxslərdən ödənişlər müqabilində alınaraq qanunsuz pul köçürülmələrində istifadə edildiyi müəyyən olunub. Faktla bağlı baş idarədə araşdırmalar davam etdirilir. Yusif Kərimli, Xəzər xəbər. TikTok sosial platforması üzərindən tanış olduğu həkimə boğaz gərmə əməliyyatı etdirən 39 yaşlı qadının üzü əyilib. Bu iddia ilə Xəzər xəbərin qaynar xəttinə müraciət edən qadın yenidən əməliyyat edilməli olduğunu, lakin pulunun qaytarılmadığını deyir. Boğaz gərmə əməliyyatı etdirən qadının üzü əyilib. 39 yaşlı Günel Cəfərova deyir ki, boğaz gərmə əməliyyatı olunmaq üçün TikTok'dan tapdığı plastik estetika səhifəsinə müraciət edib. Əməliyyatı özünü plastik estetik cərrah kimi təqdim edən Esmira İbrahimlinin icra etdiyini öyrənib. Ötən ilin iyununda 9-cu mikrorayon Mir Cəlal küçəsində yerləşən Beauty Derm Estetikdə cərrahi əməliyyat olunub. Günel Cəfərova iddia edir ki, 7 aydır boynunda şiddətli ağrılar var. Əməliyyatın izi kiçilmir, nitqində problem yaranıb. TikTok'da gördünüz və səhifə xoşunuza gəldi, əl işi xoşunuza gəldi. Çox xoşuma gəldi. Ona görə də oradan nömrə götürdüm, ondan əlaqə saxladım. Amma o əməliyyatların heç biri ona aid deyil. Bunların hamısının məndə sübutu var. Getdim, danışdım, mənə 1200 manat dedi. 50 manatda korsetsi. Dedi ki, yox, sən 60% endirimlə eləyirəm, yoxsa 1600 manatdır. Esmira İbrahimli. Məni elə həmən o gözəllik salonunda da, o klinikada da məni əməliyyat elədi. Günel Cəfərova iddia edir ki, şiddətli ağrıların səngimədiyini gördükdə həkimə dəfələrlə zəng edib. Amma tədbir görülməyib. Bu, hər dəfə çəkirdim, atırdım. Buna deyirdi ki, düzəlir, yaxşıdır, düzəlir. Mən bütün yay bandajda olmuşam, üstündən də korsetdə. Yəni bunların hamısının məndə sübutları var, şəkilləri var. Mənə çox böyük qüsur yaradıb. Mənə sağ tərəfə ağzım əyilir, ondan sonra mənə ağrılar verir. Günel Cəfərova deyir ki, üzündə və boğazında yaranmış problemin aradan qaldırılması üçün yenidən əməliyyat olunmalı. Lakin onun pulu qaytarılmır ki, yeni əməliyyata versin. İndi bu vəziyyətdə 11 santim kəsim var mənim hər iki boynumun arxasında. Bu cür tibbdə boyun gərmə əməliyyatı yoxdur da. İndi onun yanına dünənləri getdim, dedim ki, bəs mən bu günə qoymusan, bəs mən pulumu qaytar, mən kasıb adamım. Esmira xanım dedi ki, mən sənə pul vermirəm, bu sənin öz günahındır. İddialara aydınlıq gətirmək üçün Beauty Derm Estetik mərkəzinə yollandıq. Bildirildi ki, Esmira İbrahimli işdə deyil. Esmira İbrahimli ilə əlaqə saxladıq. O, suallara cavab verməkdən imtina etdi və lazımi orqanlara açıqlama veriləcəyini deyərək dəstəyi asdı. Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən Xəzər xəbərə bildirildi ki, aparılan araşdırma zamanı Esmira İbrahimovanın Vahid Səhiyyə İnformasiya Sistemində tibb işçisi kimi qeydiyyatda olmadığı müəyyən edilib. Beauty Derm Estetik Mərkəzinin hansı sahibkarlıq subyektinə məxsus olması barədə rəsmi məlumat yoxdur. Şikayətçi adı çəkilən müəssisədə yoxlamanın aparılmasını istəyirsə, konkret faktlara əsaslanan məlumatlarla xidmətə görə ödəniş qəbzi, tibbi xidmətə dair qeydiyyat sənədləri və sair sənədlərlə birlikdə Analitik Ekspertiza Mərkəzinə rəsmi müraciət etməlidir. Sevinç Vaqif qızı, Davud İbrahimov, Xəzər xəbər. İrandan kosmetik məhsullar sifariş edən, deməli, vətəndaşdan dəyərindən artıq kargo pulu istənildiyi bildirilir. Xəzər xəbərə müraciət edən şikayətçi bildirir ki, çatdırılma ilə məşğul olan fiziki şəxs təxmini dəyəri 400-500 manat olan məhsullar üçün 1000 manat kargo ödənişi istəyib. Xaricdən yaxın qohumunun göndərdiyi kosmetik məhsulları çatdırılma ilə məşğul olan fiziki şəxsdən götürə bilmir. Çünki fiziki şəxs vətəndaşdan göndərilən məhsulun dəyərindən 2 dəfə çox kargo pulu tələb edir. Bu iddia ilə Xəzər xəbərə paytaxt sakini Yeganə İskəndərova müraciət edib. Dediyinə görə, o, İrandan yaxın tanışı vasitəsilə ümumi dəyəri təxminən 500 manat olan kosmetik məhsullar sifariş edib. Məhsullar Azərbaycana gətirildikdən sonra isə çatdırılma ilə məşğul olan Ayna adlı qadından ona zəng gəlib. Həmin şəxs dəyəri 500 manat olan məhsulların təhvil verilməsi üçün Yeganə İskəndərovadan 1000 manat ödəniş tələb edib. İranda kremdir, tuşdur, duxudur, belə də. Kosmetik məhsullar
Kosmetik məhsullardır. Bizimkinin də ölçüsü 7 kilo nə qədər. Şampun zat onlar saç balzamı biraz ağır gəlir. Biz də dedik indi yəqin ki bir 100-150 manat da. Dedik 1000 manat. Mən deyir 4000 dollar bu 3 dənə korobka dedim. Ay xanım burada 3 korobka heç 1000 manatlıq kosmetika yoxdur. Yeganə İskəndərova deyir ki, həmin qadın kosmetik məhsulların ölkəyə gətirilməsi üçün nəzərdə tutulandan əlavə rüsum və xərclər ödədiyini bildirib. Bu səbəbdən də sifarişçilərdən əlavə pul tələb edir. Şikayətçi hətta qadının onun sifariş etdiyi məhsulların içərisindən bəzilərini icazəsiz olaraq götürdüyünü iddia edib. Özdə bütün kosmetikaları açıb korobkasını cırılıb, tökülüb. Mən neçə dəfə Türkiyədən, kargodan almışam da, alırıq da, kurtkadır Türkiyədən. Heç səliqəli, bağlı, çəkirlər, neçə dollar veririk. Mən neçə ildir biz hamımız alırıq. Belə bir şey görməmişik biz ki, kargo qiymət oxusun. Qanunu nədir? Kargo pulu. Mən çəksin, mən verim də pulunu. Eyni problemlə üzləşən daha bir şəxs də var. Bizdə kosmetik məhsullardır, özümüz üçün sifariş vermişəm. İndi mən yol pulu İranda vermişəm. İndi burada Gümrükdə 1000 manat bizdə istəyir. Aynə xanım sizdən 1000 manat istəyir. Bəli, bəli. Dəyəri nə qədərdir? Yəni kargo pulu nə qədərdir? Dəyəri 100, hamısı 100 manat, 150 manat dəyəri var. İddialarda adı keçən Ayna adlı şəxslə əlaqə saxladıq. O, məsələyə belə aydınlıq gətirdi. Kremdir, duxudur, nə bilim belə şeylər, şampondur gələndə onlara gigiyenik sertifikat istəyirlər. Onlara da gedirsən, alırsan, o da hardasa 700-800 manat bir dənəsinin puludur. Məsələn, duxu ayrı alırsan, kremi ayrı alırsan, şamponu ayrı alırsan. Bunlarda da qarışıq çox çeşitdə mallardır. Şampon var, duxu var, krem var, maska var, 50 cürdə qadın şeylərdir. Bunları hamısa məndən istəyirlər. 4000 manat məndən tək gigiyenikə görə pul alıblar. Şikayətçi məsələ ilə bağlı hüquq mühafizə orqanlarına da müraciət edəcəyini bildirir. Nərmin Məmmədhəsənli, Səbuhi Mustafayev, Xəzər xəbər. Bakı-Şamaxı Yevlax yolunda sərxoş sürücünün yaratdığı təhlükənin qarşısı alınıb. Yolun 220-ci kilometrliyində hərəkət zamanı kobud qayda pozuntularına yol verən nəqliyyat vasitəsinə saxla işarəsi verib. Sürücü Ragif Məmmədov polisin qanuni tələbinə tabi olmayaraq hərəkətini davam etdirib. Məsuliyyətdən yaymaq məqsədi ilə təhlükəli manevrlər edən və digər yol hərəkəti iştirakçıları üçün real təhlükə yaradan sürücünün hərəkətlərinin qarşısının alınması üçün maşın qanunvericiliyə uyğun tədbirlər görülərək saxlanılıb. Araşdırma zamanı sürücünün maşını spirtli içkinin təsiri altında sərxoş vəziyyətdə idarə etdiyi müəyyən edilib. Faktla bağlı toplanmış materiallar baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib. Bankdan kreditini bağlayan vətəndaşlara verilən arayış üçün tutulan rüsumlar son vaxtlar müzakirə mövzusuna çevrilib. İqtisadçılar hesab edir ki, kreditin bağlanmasına dair arayış qanunvericiliyə əsasən ödənişsiz təqdim edilməlidir. Bəs onda ödəniş nə üçün tələb olunur? Bankdan kreditin bağlanmasına dair verilən arayış üçün rüsum artırılıb. Üstəlik xidmət haqqı banka görə də dəyişir. Bir bankda 20 manatdır, digərində isə 40. Ekspertlərin sözlərinə görə bir neçə il əvvələ qədər 10-15 manat civarında verilən arayış üçün hazırda 10-40 manat arası ödəniş etmək lazımdır. Bəs krediti bağlayan vətəndaş bankdan buna dair sənəd tələb etdiyi əlavə xidmət haqqı ödənməlidirmi? İqtisadçı ekspert Əkrəm Həsənov deyir ki, əslində sənəd pulsuz təqdim edilməlidir. Müştərilərə verilən kreditin bağlanmasına dair arayış üzrə haqq istəməsi və bu haqqın da son dövrdə qiymətinin qalxması qanunsuzdur. Yəni, Azərbaycan Respublikası Mülki Məqəlləsinin 746-2 və 746-5-ci maddələrinə əsasən bank olsun, bank olmayan kredit təşkilatı olsun, fərqi yoxdur, hamısı ildə 2 dəfə kredit qalığına dair ödənişsiz arayış verməlidir. Kağız daşıyıcıda ildə 2 dəfə. Amma misal üçün elektron daşıyıcıda isə istənilən qədər müştəri ondan bunu tələb edə bilər. İqtisadçı ekspert bildirib ki, vətəndaşlar istehlakçı hüquqlarının pozulması ilə bağlı məhkəməyə də müraciət edə bilər.
Rəşad Həsənov isə deyir ki, banklar tərəfindən tənzimlənən rüsumların artmasına təsir edən bir neçə amil də var. Hazırda müvafiq istiqamətdə qiymətləri artıran əsas faktorları əmək haqqı fondunun artması və bankların orta uzun müddətli dövrdə işçiləri ixtisara salmasına dair strategiyanı izləməsi kimi amillər dayanır. Nəticədə bir işçiyə düşən zamanın dəyəri daha yüksək olur və bu prosesin deyək ki, optimal şəkildə idarə edilməsi məqsədi ilə qiymətlərin artırılmasına dair qərarlar qəbul olunmuş olur. Ekspert onu da qeyd edib ki, müştəri çox vaxt kredit müraciəti edən zaman bankın kredit şərtlərinə, kreditin faizinə diqqət edir. Bir dəfəlik təqdim edilən arayışın verilməsinə dair rüsumun artması isə vətəndaşın bank seçiminə daha az təsir edir. Məsələ ilə bağlı Banklar Assosiasiyasından Xəzər xəbərə bildirildi ki, son vaxtda rüsumlarda qiymət artımı müşahidə edilməyib. Minaya Zaman, Xəzər xəbər. Azərbaycan nəşriyyatının binası fəaliyyətini dayandırır illərdir. Həmin binada fəaliyyət göstərən qəzet, sayt, jurnal, ictimai təşkilatların ofisləri bağlanır, icarə müqavilələrinə xitam verilir. Deyilən əsas səbəb binanın əsaslı təmirə bağlanmasıdır. Ancaq bəzi iddialar var ki, bina təmirə bağlanmır və tam sökülür. 1978-ci ildə istifadəyə verilən bina sökülürmü yoxsa təmir edilir? Bu sualın cavabını sujetimizdən biləcəksiniz. Azərbaycan nəşriyyatının 9 mərtəbəli əsas binasının istismarı dayandırılır. Uzun illərdir orada müqavilə ilə icarədar olan mətbuat orqanları növbəti ayın 1-dən etibarən təmir işləri ilə əlaqədar binadan köçürüləcək. Azərbaycan mətbuatının simvollarından sayılan Azərbaycan nəşriyyatının 9 mərtəbəli binası ayın 1-dən etibarən fəaliyyətini tam şəkildə dayandırılır. İlkin məlumat ondan ibarətdir ki, bina təmirə dayanır və burada olan icarədarlarla müqavilələrə xitam verilir. Azərbaycan nəşriyyatının məlumatına görə binanın 9 mərtəbəli əsas korpusunda aparılan texniki baxış zamanı ciddi qüsurlar aşkarlanıb. Binada əsaslı təmir işlərinin həcmi böyükdür və mərhələli şəkildə bina istismar olunmaqla bu işlərin aparılması mümkün deyil. Bu səbəbdən istismarın tam dayandırılmasına qərar verilib. Yük daşıyan konstruksiyalarda zədələr, qüsurlar əşkar olundu. Su, elektrik borularında, xətlərində problemlər yarandı. Liftlərin fəaliyyətində, liftlərin ümumiyyətlə vəziyyəti qənaətbəxş deyil. Ona görə bu səbəbdən biz qərara gəldik ki, artıq nəşriyyatın binası bu 9 mərtəbəli korpus əsaslı təmir olunmalıdır. Nəşriyyat rəhbərliyinin bu qərarı xüsusilə orada icarədar olan media işçiləri arasında da müzakirələr yaradıb. Uzun illər bu binada fəaliyyət göstərən jurnalistlər və redaksiya əməkdaşlarının bəziləri hətta binanın təmiri deyil, tam söküləcəyi, həmçinin yerində yaşayış binasının tikiləcəyi iddialarının da yayıldığını bildirirlər. Bu binanı da sökmək istəyirlər. Bunun arxasında böyük bir sahə var, çox böyük, bir neçə hektar. Bütün bunların hamısını mənzil tikintisi üçün sərf eləmək istəyirlər. Kim deyir o iddianı? Onu kim deyir, eşitmişdi, ağzdan ağza gezən şeylərdir. Bunun konkret müəllifini söyləmək çətin deyil. Amma təmir eləyərlərsə, bu çox nəhəng, monumental bu nədir? Biz sevinərdik ki, nəşriyyat sözün əsl mənasında mətbuat evi və Azərbaycanın tarixi binalarından, təsisatlarından biri olaraq əsası təmin edilsin, sonra yenidən burada fəaliyyət göstərən, nəşriyyata heç bir borcu olmayan, vaxtı-vaxtında öz deməli ofis haqqını verən redaksiyalar, saytlar, ictimai qurumlar burada yerləşsin. Nəşriyyat rəhbərliyi isə sözgedən binada sadəcə təmirin və yenidən qurma işlərinin aparılacağını bildirir. Təmirdən sonra Azərbaycan nəşriyyatı burada öz fəaliyyətini davam etdirəcək. Yəni heç bir digər istiqamətdə olan obyektlərin tikilməyi burada nəzərdə tutulmur. Qeyd edək ki, nəşriyyatın inzibati heyəti təmir müddətində keçmiş beynəlxalq mətbuat mərkəzinin binasında fəaliyyət göstərəcək. Xatırladaq ki, Azərbaycan nəşriyyatının binası 1978-ci ildə istifadəyə verilib və indiyə qədər əsaslı təmir aparılmayıb. İslam Eşrəfov, Yusif Kərimli, Səbuhi Mustafayev, Xəzər xəbər. Qaradağ rayonunun Ələt qəsəbəsində yaşayan sakinlər iddia edirlər ki, onların yaşadığı ərazidə yol demək olar ki, yoxdur. Buna görə də müvafiq qurumlara məktub ünvanlayıblar. Ətraflı sujetdə.
Yolun adı var, özü yox. Paytaxtın Qaradağ rayon Ələt qəsəbəsi massiv 3-də yaşayanlar Xəzər xəbərə müraciət ediblər. İddia edirlər ki, yaşadıkları ərazidə yol olmayıb. Öz vəsaitləri hesabına yolun bir hissəsini çəkiblər. Biz yuxarı distansiyalara müraciət elədik və yuxarı distansiyalardan gələn məktuba əsasən bizə məktub gəldi. Qaradağ rayonundan ki, güya bu yol hal-hazırda dayandığımız yol güya hamarlanaraq üzünə şebin verilib. Qrabildə gətirdilər 5 maşını birləşdirsən 3 maşın formasında tökdülər. Buna da qrabil demək olarsa torpaqla qarışıq bir qrabildir. Tökdülər, çıxdılar, getdilər. Hamarlamırlar, zəng vururuq qəsəbə nümayəndəliyinə, bilmirik kim kimi alladır vopşun burada. Bilmirik, rayon icra hakimiyyəti bizi alladır, yoxsa qəsəbə nümayəndəliyi bizi alladır. Bura nəinki maşınla, yağış yağanda ayaqla belə bura girmək mümkün deyil. Palçıq dizə kimi. Hələ biz yaşlı adamı məktəbə uşaqları aparmaq mümkün olmuyor. Yağış yağdı, uşaq oturur evdə. Birinci bura düz eləsinlər, qardaşlar. Ondan sonra bunu döşəsinlər. Belə dərə tüpə, mümkün də baxın, işəgilərimiz var. Nə gelmək olur, nə gəlmək olur. Yəni, əziyyət çəkilir bir sözlə. Sakinlərin sözlərinə görə, hətta yol pis olduğundan təcili yardım ünvana tam yaxınlaşa bilmir. Mənim evimdə ağır xəstəm olduğu üçün təcili tibbi yardım gəldi. Təcili tibbi yardım o başdan bu tərəfə keçmədi. Axırda məcbur olub qonşular, Allah kömək olsun, nəqliyyat vasitəsilə bitər, bata-bata gətirdilər xəstənin üstünə. Həkimləri çatdırdılar. Qaradağ rayon icra hakimiyyətindən bildirilib ki, ötən il vətəndaşların müraciətləri nəzərə alınaraq sözügedən küçəyə çınqıl tökülüb və hamarlanma işləri aparılmışdı. Küçənin asfaltlanması məqsədi ilə aidiyyəti qurumlara müraciət olunub və məsələ 2026-cı il üzrə asfaltlanma proqramına daxil edilib. Küçələrdə asfalt örtüyünün salınmasından əvvəl ümumi kanalizasiya xətlərinin çəkilişi həyata keçiriləcək. Elbrus Kərimli, Üzeyir Ağayev, Xəzər xəbər. Bakıda narkotik satmaq istəyən şəxs tutulub. Nərimanov polis tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə əvvəllər məhkum olunmuş 35 yaşlı Bakı sakini Orxan Müslümov saxlanılıb. Ondan 5 kiloqram 700 qram marixuana aşkar olunub. O, ifadəsində narkotikləri sosial şəbəkələrdə tanış olduğu İran vətəndaşından paytaxtda satmaq məqsədi ilə əldə etdiyini bildirib. Faktla bağlı cinayət işi başlanılıb. Tovuz polisi də 6 kiloqramdan artıq narkotik maddə aşkarlayıb. Rayon polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkokuryerlik edən əvvəllər məhkum olunan 25 yaşlı Eşqin Ələkbərov və həmyaşıdı Seymur Zeynalov şübhəli kimi saxlanılıblar. Eşqin Ələkbərovun yaşadığı ünvana baxış keçirilən zaman ondan 3 kiloqram 200 qram marixuana və 3 kiloqram 350 qram həşiş aşkar olunub. Araşdırmalarla müəyyən edilib ki, həmin şəxslər ölkə ərazisinə qeyri-qanuni yolla gətirilərək Tovuz rayonu ərazisində gizlədilən narkotikləri satmaq məqsədi ilə əldə ediblər. Faktla bağlı cinayət işi başlanılıb, hər iki şəxs barəsində həbs qəti imkanı tədbiri seçilib. Qənaət üçün içməli su binaya qrafiklə verilir. Qəribədir ki, su veriləndə isə borular xarab olduğundan küçəyə axır. Belə bir halın yaşandığı 12 bloklu binanın sakinləri şikayətlərini Xəzər xəbərə ünvanlayıblar. Ətraflı sujetdir. Bu binaya su fasilələrlə verilir. Veriləndə isə binanın blokuna həyətə axır. Paytaxtın Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi D massivində yerləşən 12 bloklu binanın sakinləri üzləşdikləri problemlə bağlı Xəzər xəbərə müraciət ediblər. Sakinlər deyirlər ki, binaya suyun qrafiklə verilməsini aidiyyəti qurum qənaətlə əlaqələndirir. Halbuki binaya su verilən saatlarda isə küçəyə axır. Su məsələsi bizi boğaza yığıbdır. Birinci dəfə deyir, ikinci dəfə deyir, yüzlərlə dəfə. Deməli, partladırsan, gəlib bir paz vurub gedirlər. Sel axır, sel. İnanırsan ki, oradan qabağına uşaq düşsə, adam, böyük adamı da aparır. Axan formada fəvvarə vururdu 20-30 metr yuxarı.
İçməli suyu küçəyə axır, həm də o içməli suyun davlenindən vururlar. Gəlirlər, dəyişirlər, şovsuz turba yerinə şovlu turba gətirirlər. Davleni təzyiqə dözmür, partlayır. Bu ərazidə çəkiliş apardığımız vaxt suyun qrafika uyğun olaraq kəsilmə vaxtı idi. Lakin buna baxmayaraq həyətdə axan suyun izləri qalmaqda idi. Sakinlər deyirlər ki, su xətləri əsaslı təmir olunmadığına görə problem hər gün yenidən təkrarlanır. Üstəlik, qazılan yerlər də asfaltlanmır ki, bu da sakinlərə əlavə problem yaradır. Buradan belə, bura, bu ətraf hamısı bu gündədir. Neçə blok əziyyət çəkir? Bu 12 blokdur, 12 blok 12-si əziyyət çəkir. Problemlə bağlı iri şəhərlərin Birləşmiş Su Təchizatı xidmətinə sorğu ünvanladıq. Qurumdan bildirildi ki, qeyd olunan ünvanda qəza ilə bağlı Su Kanal İdarəsi məlumatlıdır. Hazırda qəza briqadası əraziyə yönləndirilib. Problemin həlli istiqamətində iş gedir. Nigar Polad, Samir Qasımov, Sevinç Vaqif qızı, Xəzər xəbər. İnnovasiya lideri Baksel və Gənclər Fondunun birgə təşkilatçılığı, tərəfdaşlığı ilə gənclərin innovasiya, süni intellekt və rəqəmsal bacarıqlarının inkişafını dəstəkləyən yeni təqaüd proqramı yaradılıb. Təqaüd proqramı gənclər arasında innovativ düşüncə tərzinin formalaşdırılmasını və süni intellekt əsaslı texnologiyalarla işləmə bacarıqlarının artırılmasını hədəfləyir. Təqaüd proqramının təqdimatı çərçivəsində Bakselin baş direktoru Klaus Miller və Azərbaycan Gənclər Fondunun icraçı direktor vəzifəsini icra edən Yusif Vəliyev arasında tərəfdaşlıq haqqında anlaşma bəyanatı imzalanıb. Proqramın əsas məqsədi Azərbaycanda innovasiya ekosisteminin inkişaf elətdirilməsi, gənclərdə texnologiya, süni intellekt və rəqəmsal bacarıqların inkişaf edilməsi ilə bağlı onlara dəstək göstərməkdir. Bu təqaüd proqramı bugündən etibarən elan olunacaq və fevral ayının 16-sına kimi davam edəcək qeydiyyat prosesi və daha sonra seçilən gənclər üçün müsahibə mərhələləri təşkil olunacaq və həmin gənclər aylıq olaraq Fond və Baksel şirkəti tərəfindən birlikdə təqaüd əldə edəcəklər. Təqaüd proqramına müraciət etmək istəyən 18-29 yaş arası və IT sahəsi üzrə baza biliklərinə sahib gənclər Youth Foundation az saytı vasitəsilə 16 fevral tarixinədək qeydiyyatdan keçə bilərlər. Ağstafa sakini həkim dələduzluğu ilə üzləşib özlərinin həkim olduğunu bildirən şəxslər klinikaya ailəni müayinəyə dəvət ediblər. Onların inamından sui-istifadə edərək növbəti dəfə tora salıblar. Hadisənin detallarını təqdim edirik. Ağstafada Xəllovlar ailəsi özlərini həkim kimi təqdim eləyən şəxs və ya şəxslər tərəfindən aldadıqlarını iddia edirlər. Rayonun Köçəskər kəndində yaşayan Yaşar Xəllov bildirir ki, ötən ilin yay aylarında onlara sağlamlıq təklifi haqqında zəng gəlib və nömrələrinin kampaniyaya düşdüyünü deyiblər. Yaşar da anası və özünün səhhətindəki problemlərə görə razılaşıb və deyilən məbləği ödəyib. Beləliklə, onlar Ağstafa şəhərində yerləşən ailə klinikasında həmin şəxslərin müayinəsinə cəlb olunublar. Lakin göstərilən xidmətin onlara heç bir müsbət təsiri olmayıb. Telefonla zəng elədilər ki, kampaniyadır, müalicə üçün bizə dedik yazın. Getdik ailə klinikasına, rüsumları ödədik. Ancaq o müalicənin bizə heç bir xeyri olmadı. İkinci səfər parkın içində, uşaq parkında oraya gəldilər. Gənə zəng elədilər ki, kampaniya adısı biraz ucuz düşəcək, gəlin. Gənə ödəniş də elədik. Gəldik, dərmənlər verdilər, gəldik, heç bir xeyri gənə olmadı. Bundan sonra Yaşar Xəllova zəng gəlib ki, yenidən kampaniyaya düşmüsünüz. Bu dəfə indiyədək ödənilən məbləğlər geri qaytarılacaq sizə. Lakin buna görə də ayrıca rüsum ödənməlidir. Birinci 188 manat dedi, sonra dedi 198 manat. Getdim bu pulu ödədim. Bir gün keçəndən sonra mənə zəng elədi ki, sizin 110 manatda ödənişiniz var, 1060 manat sizə pul qaytarılır. Bir də zəng elədi ki, sən 16 manat yenə çatışmamazlıq var, onu da ödəlməlisiniz. Getdim, onu da aldım, ödədim. Telefonlara cavab verən şəxs WhatsApp vasitəsilə vətəndaşa səsli mesajda deyib ki, ən son variantda onların pulunu öz maaşından ödəyəcək. Lakin uzun müddətdir ailə ödənişlərini geri ala bilmir. Mənim qurban sizə hamı gözləyir. Baxın Yaşar müəllim, bax sabah da verilməsə, mən öz maaşımı sabah alacağam, götürüb verəcəm, sizə veriləndə mən götürərəm. Yəni bu sözün qısası. Biz də iddiaların nə dərəcədə doğru olduğunu öyrənmək üçün ailənin təqdim etdiyi nömrə ilə əlaqə saxladıq. Lakin nəticə əldə edə bilmədik. Telefon üzümüzə söndürüldü
Təkrar cəhdlər etsək də, zənglər məhdudlaşdırıldı. Xanım, hər vaxtınız xeyir olsun. Hər vaxtınız xeyir. Sizlə danışan Xəzər televiziyasının bölgə müxbiri Cümşüd Məmmədov da Tovuzdan zəng edir. Müəllim, bir olar yarım saata yığasız qurban olun. Xanım, sualımız var idi, zəhmət olmasa cavablandırardı sonra. Buyurun. Vətəndaş Ağstafadan sizə belə deyək. Müəllim, bir yarım saata yığın, nə olar, yarım saata. Xanım, sualımızı cavablandırın, zəhmət olmasa sonra biz yenə danışarıq. Zəhmət olmasa. Nə deyirəm, bax beləcə eləyir. Müayinələrin reallaşdırıldığı klinikadan isə Xəzər xəbərə bildirildi ki, həmin şəxslərlə 1 aylıq müqavilə imzalanıb və bu cür hallardan sonra müqaviləyə xitam verilib. Bu barədə hüquq mühafizə orqanlarına da yetərli məlumatlar təqdim edilib. Daxili İşlər Nazirliyinin Gəncə regional qrupundan bildirilib ki, vətəndaşın müraciəti əsasında Ağstafa rayon polis şöbəsində araşdırma aparılır. Məsələyə hüquqi qiymət veriləcək. Cümşüd Məmmədov, Yusif Kərimli, Xəzər xəbər. Yevlaxda 46 yaşlı kişi güllələnib. Hadisə zamanı 39 yaşlı Zaur Səmədov qeydiyyatda olan ov tüfəngi ilə tanışı 46 yaşlı şəxsin ayaq nahiyəsinə xəsarət yetirib. Zaur Səmədov polis əməkdaşları tərəfindən şübhəli kimi saxlanılıb. Faktla bağlı Yevlax rayon polis şöbəsində cinayət işi başlanılıb, araşdırma aparılır. Zaur Səmədovun Yevlaxın sabiq icra başçısı Qoca Səmədovun oğlu olduğu bildirilir. Güllələnən şəxs Yevlax mərkəzi xəstəxanasına çatdırılıb. Sağ budun aşağı 1/3-nin odlu silahla yaralanması diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müvafiq şöbədə müalicəsi davam etdirilir. Vəziyyəti stabildir. Davam edirik. İranda davam edən etiraz aksiyaları ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının fövqəladə iclası keçirilib. Görüş Amerika Birləşmiş Ştatlarının təşəbbüsü ilə baş tutub. İclas zamanı ABŞ-nın BMT-dəki səfiri Mike Waltz çıxış edərək bildirib ki, Vaşinqton İran xalqına dəstək verir. Onun sözlərinə görə Prezident Donald Trump zorakılığın qarşısının alınması üçün bütün mümkün seçimlərin nəzərdən keçirildiyini açıq şəkildə bəyan edib. BMT nümayəndələri isə İrana qarşı mümkün hərbi müdaxilənin artıq gərgin olan vəziyyəti daha da qeyri-sabitləşdirə biləcəyi barədə xəbərdarlıq ediblər. Təhlükəsizlik Şurasındakı müzakirələrdə çıxış edən BMT Baş Katibinin köməkçisi Marta Pobi qeyd edib ki, Baş Katib mövcud həssas şəraitdə bütün tərəfləri maksimum təmkin nümayiş etdirməyə çağırır və daha çox insan itkisinə və ya regionda geniş miqyaslı eskalasiyaya səbəb ola biləcək addımlardan çəkinməyin vacibliyini vurğulayıb. Bu arada İsrailin Milli Kəşfiyyat Orqanı Massadın rəhbəri David Barnea ABŞ-ya səfər edib. Axios portalının məlumatına görə onun ABŞ prezidentinin xüsusi nümayəndəsi Steve Witkoff'la görüş keçirəcəyi planlaşdırılır. Həmçinin Barnea'nın ABŞ-da İrandakı vəziyyət və ölkə ilə bağlı planları müzakirə edəcəyi gözlənilir. Son günlərdə Monqolistandan Azərbaycana idxal olunan ətlərlə bağlı yayılan iddialara Eleven Group şirkətinin rəsmisi aydınlıq gətirib. Son günlər sosial şəbəkələrdə Monqolistandan Azərbaycana gətirilən ətlərlə bağlı müxtəlif iddialar yayılıb. İddialarda bu ətlərin ucuz olması, halal kəsim olmaması və keyfiyyətinin aşağı olması ilə bağlı fikirlər səsləndirilir. Məsələ ilə bağlı Monqolistandan Azərbaycana ət idxalını həyata keçirən Eleven Group şirkətinin direktoru Xanağa Rəhmanovla müsahibə apardıq. Direktorun sözlərinə görə kəsim prosesi nəzarət altında həyata keçirilir və idxal olunan ətlər bütün müvafiq tələblərə cavab verir. Öz komandamla biz Monqolistana ezamiyyətə getdik və orada bununla bağlı bütün aydınlıqları bizim müsəlman bacı qardaşlarımıza, Azərbaycan millətimizə çatdırmaq üçün bizim ətlər necə kesilir, müsəlman qaydası ilə kesilir və yaxud belədir, ətlərin təzə olub-olmamaqları ilə bağlı bütün məlumatları orada topladıq. Monqolistan quzuları bildiyimiz adi quzulardır, bizim olan quzulardır. O kesimləri, yəni Azərbaycana gələn
ətlərin əksəriyyətən bizim şirkətin, Eleven Group şirkətinin gətirdiyi ətlər müsəlman qaydası ilə kesilən quzulardır. Bizim çalışdığımız fabrikada daimi öz nümayəndəmiz var ki, hansı ki onlar ona nəzarət eləsinlər ki, bu ətlər orada müsəlman adət-ənənəsi ilə kesilsin, qayda-qanunu ilə kesilsin. Qanağa Rəhmanov bildirdi ki, Eleven Group şirkəti tərəfindən idxal olunan ətlər müvafiq qurumların nəzarətindən keçərək Azərbaycan bazarına təqdim olunur. Sevindirən ünvan kontaktın yeni təqvim ilinə özəl 50%-də indirimli kampaniyası hələ davam edir. Ətraflı sujetdir. Kontaktın sərfəli şərtlərlə dolu kampaniyasından xəbər var. Şəbəkə müştərilərini nağd alışda 50%-dək unikal endirimləri ilə hələ də sevindirir. Əsas məsələ isə indi kredit şərtləri də böyük və bir o qədər də sərfəlidir. Belə ki, artıq seçdiyiniz məhsulun endirimli qiymətini elə yerindəcə 24 aya bölüb hissə-hissə ödəmək imkanınız var. Bu kampaniyadan yanvarın 22-sinədək 128 GB yaddaşı olan Samsung Galaxy A17 smartfonunu ayda 19 manat, 109 cm diaqonallı Toshiba televizorunu ayda 23 manat, 7 kiloqram həcmə malik Hisense paltar yuanını ayda 29 manat, 4 növ içki hazırlayan DeLonghi qəhvə bişirənini isə ayda 49 manat ödəməklə almaq əsl düşmə şansdır. Qeyd edək ki, kampaniya şəbəkənin mağazalarında, eləcə də Kontakt az saytında keçərlidir. Odur ki, vaxt itirmədən istədiklərinizi alıb, kontaktla bu qışı rahat keçirmək vaxtıdır. Və hörmətli tamaşaçılar, bugünlük xəbərlərimizdən bu qədər. Sabah eyni saatda yenidən görüşmək ümidi ilə gecəniz xeyrə qalsın.